Salam, hər vaxtınız xeyir. Bugün 8-ci sinifdən ikinci yarım il üzrə yekunlaşdırıcı test tapşırıqlarının açıq variantlarına baxırıq. Deməli, duzlar verilibdir bizə. Mühitini müəyyən edin deyir. Baxıram, kalium qüvvətli əsasdır, karbonat zəifdir. Deməli, mühit qüvvətlidir, qüvvətli qələvi. Alüminium zəifdir, ancaq turşu qüvvətlidir, mühit turş. Natriumda SO4 də qüvvətli olduğuna görə mühit neytral. Ammonium zəif, xlor qüvvətli, mühit turşdur. Deməli, başlanğıc maddənin qatlığını X veribdir. Hidrogenə görə sürət 0,2-dir. V bərabərdir. C böyük çıx C kiçik bölürük T-yə. V-nin yerinə 0,2 bərabərdir qoyursunuz. V başlanğıcı bilmirik, X-dir, çıxırsınız, sərf olunan 4-ü və 30 saniyə bölürsünüz, sıfırlar gedir, 6 bərabərdir, X minus 4-ə, X bərabərdir 10-a, doğru variant A variantıdır. Deməli, boş xanalara uyğun reaksiyanın kinetik tənliklərini yazın. Mən baxıram, burada düzünə gedən reaksiyadır, bu zaman kinetik tənlik V bərabərdir K, C azot, əmsalı 1-dir, ona görə qüvvət yazılmır. Vur C hidrogen, əmsalı 3-dür, qüvvəti 3 yazılır. İkinci reaksiyamızda V bərabərdir, yenə düzünə gedən reaksiyadır. Birləşmə reaksiyasının kinetik tənliyini yazırsınız. K vur C hidrogen, əmsalı 2-dir, qüvvətə yazırsınız. C oksigen, əmsalı 1-dir, qüvvət yazılmır. Daha sonra burada da üçüncü reaksiyamızda V bərabərdir. K, C, CO əmsalı 1-dir, yazılmır. Vur C, xlor əmsalı 1-dir, yazılmır. Reaksiyalarda oksidləşdiricinin aldığı elektronlarının sayını boş xanalara yazın. Mən baxıram, oksidləşdirici nə deməkdir? Qüvvəti azalan deməkdir. Yəni, qüvvəti azalan, bunu qeyd edərsiniz. Baxıram, azot 0-dan getdi -3-ə, 3 elektron aldı. Ancaq burada indeksdə 2-ni nəzərə almalıyıq, onda 6 elektron. Fosfor 0-dan getdi -3-ə, 3 elektron aldı, yəni əmsaldakı 2-ni nəzərə alın, 6 elektron. Oksigen 0-dan getdi mənfiyə, deməli 2 elektron, indeksi nəzərə aldıqda 4 elektron qəbul elədi. Deməli, barium hidroksoxlorid, kalium hidrokarbonat, kalsium 2 OH2 dənədir, suda məhlulda 2 mərhələdə dissosiasiya edir və yaxud da mərhələli. Amma burada konkret formullar verildiyinə görə bir dəfə xlor, bir dəfə OH, bir dəfə kalium, bir dəfə H, bir dəfə OH-ın biri, bir də ikincisi. Yəni, 2 mərhələdə dissosiasiya edir. 6-cı sualda CO-nun qatlığını 3 dəfə artırıb, oksigenin qatlığını 3 dəfə azaltdıqda reaksiya tənliyinə əsasən sürət necə dəyişir? Mən baxıram, CO-nun əmsalı 2-dir. 3 dəfə artıranda 3 üstü 2 vur. Oksigen də 3 dəfə azaldanda 1/3 yazırsınız. Əmsal da 1 olduğuna görə nəzərə alınmır. 3 üstü 3 9-u vurursunuz 1/3-ə. O da 3 dəfə artar. Deməli, reaksiyanın sürəti 3 dəfə artar. Suda məhlulun elektrolizi zamanı katodda ayrılan maddələrə uyğun elektrolitlər Venn diaqramında qeyd edin. Yalnız metal ayrılırsa passivləri 5 və 1-i götürürük. Çünki passiv metallar yalnız katodda metal ayırır. Yalnız hidrogen ayrısa aktiv metallar kaliumu, natriumu götürəcəksiniz. 3, 4. Ferium orta qüvvətli olduğuna görə həm metal, həm hidrogen ayırır. 2. Deməli, reaksiya tənliyində B, C, D əmsallarını cəmini istəyir bizdən. Baxaq, burada sink 0-dan müsbət 2-yə gedir, 2 elektron, onda NO-ya 2 düşür. Azot müsbət 5-dən deməli müsbət 2-yə gedir, 3 düşür. Deməli, sinkə də 3 düşür. Gəlin suyu tapaq, onda deməli 3 dəfə 2 azot elədi. 6, 2 də burada 8, B-yə də 8 düşür, suya da yəqin ki 4 düşür. Deməli, B-ni biz tapdıq 8, üstə gəl, C-ni tapdıq 3, üstə gəl, D-ni tapdıq 2. Bu da eləyir 13.
Deməli, feryum xlor 2 üçün hansı ifadə doğrudur? Katyona görə hidroliz edir. Biz dedik ki, hidroliz zəifə görə gedir. Yəni, zəif tərəf baxıram, katyondursa, bəli, katyona görə gedir. Bir doğrudur. Deməli, zəiflər əgər metaldırsa əsasi duz verir və çox valentlidirsə turş duz verə bilməz. Çünki xlor, H-xlor turşusunun qalığıdır. Bir dənə hidrogeni varsa yalnız normal duz əmələ gətirir. Ona görə 4 yanlışdır, 2 yanlışdır. Sulu məhlul turş mühitə malikdir. Bəli, turşu qüvvətli olduğuna görə 6 da doğrudur. Əsasi duz alınır, 3 də doğrudur. Qələvi mühitə malikdir, yanlışdır. Çünki qələvi mühitə malik olsaydı qüvvətli metal götürərdiniz. Daha sonra 10-cu sualda kalium xloridin məhlulunu, deməli formulu yazırsınız. Kalium xlorid məhlulun elektroliz üstəgəl sulu məhlul dediyinə görə su götürürsünüz. Elektrolizdə katodda hidrogen, anodda oksigensiz turşudur deyə xlor, məhlulda isə kalium OH qalır. Z kalium OH-dır. Deməli, Z-i kalium OH-a götürürük. Deməli, katoda hidrogen yaxınlaşırsa, katod deməli müsbət yükləri cəzb eləyir. Deməli, katodun onda özü mənfidir. Onda mənfi yükə katod, müsbət yüklü isə anod adlanır. Əgər mənfi yük ətrafında X toplanırsa, demək bu hidrogen imiş. X-ə hidrogeni götürürsünüz. Onda Y-ə isə xloru götürəcəksiniz. Reaksiyası üçün boş xanalara uyğun oksidləşdiricidir. Baxaq görə kalsium müsbətdən 0-dan müsbətə gedir, müsbət 2-yə. Deməli, reduksiya oksidləşdirici, deməli, burada kalsium reduksiya edicidir. Bura yazırıq kalsium. Onda sulfat oksidləşdirici olmalıdır. H2SO4. Demək, sulfat da müsbət 6-dan mənfi 2-yə gedir. Oksidləşdirici. Oksidləşdiricidirsə, reaksiyanın solunda oksidləşdirici və reduksiya edicidir. Onda sulfatın məhsulu reduksiya məhsulu olur. Reduksiya məhsulu H2S-dir. Onda oksidləşmə məhsulu kalsium sulfatdır. Daha sonra 12-ci sualda qeyri-elektrolit, yəni elektrik cəryanı keçirməyən maddələrdir. İyonlarına dissosiasiya etməsin. Bu da bilirik ki, üzv birləşmələrdə deməli spirtlərdir, saxarozadır, glukozadır və s. Bunlar dissosiasiya etmədiyinə görə elektrik cəryanı keçirtmirlər. Deməli, katyonu 2 moldursa, onda biz əmsala 2 yazırıq. O zaman anyonu 2 vur 3 6-dır. Anyonu 6-dırsa, onda biz bura 2 yazmışıq ki, 3-ü 2-yə vurub 6 almışıq. Onda dəmiri 2-2-yə vuranda 4 eləyir katyonumuz. Katyon 3-dürsə, onda natrium indeksi 1-dir ki, 3-ə vurub 3 almışıq. Onda nitrat qalığı da 3 eləyir. Mis-2 sulfat məhlulunun elektrolizi məhsullarının kütlənin zamandan asılı qrafiki verilmişdir. İlk öncə kuprum sulfatı sulu məhlulunu elektroliz eləyir. Pasiv metal olduğuna görə katodda kuprum, anodda oksigen, məhlulda H2SO4 qalır. Əmsallaşdırsaq, kuprumlara 2 düşür, sulfata 2 düşür, suya da 2 düşür. Yəqin ki, düzdür. Bəli, düz gəlir. Kütlə olaraq baxıram, bunu 2-ni 64-ə vururam. 128. Oksigenin kütləsi 32. Sulfatın kütləsi 2 vur 96. O da eləyir 198. 2 vur 98. O da 196 qram. Deməli, Z maksimumdursa, deməli, bura H2SO4 yazırsınız. Ondan sonra kuprum. Ondan sonra isə oksigen. Deməli, Z-ə sulfat turşusu 3 doğrudur. Y-ə kuprum 5 doğrudur. X-ə oksigen 4 doğrudur. Deməli, tarazlıq qatılıqları verilmişdir. İlk öncə gəlin yazaq. Demək, başlanğıc qatılıq, sərf olunan tarazlıq qatılığı. Azot üçün 1, hidrogen üçün 2, amonyak üçün 2 veribdir. KT-ni deyir tapın. Biz də bilir ki, KT bərabərdir. KT bərabərdir. Məhsulların qatılıqlarını reagentin qatılığına bölürük. Məhsul da bizdə amonyakdır. Qatılığı 2-dir. Əmsalı 2-dirsə qüvvətə yüksəldirsiniz. Daha sonra azotdur. Qatılığı 1-dir. Əmsalı 1-dir. 1 üstü 1 yazılır. Vurursunuz. Hidrogen qatılığı 2-dir. Qüvvəti 3-dür.
O da eləyir, yəqin ki 1/2 qalır. Bu da 0,5. Reaksiyasının qısa iyon tənliyini yazın. Biz baxırıq burada natriumla sulfat çöküntü vermir. Deməli qısa iyon tənliyi kuprum müsbət üstəgəl 2 dənə OH mənfi alınır. Kuprum OH 2 dəfə mavi rəngli çöküntü. Deməli qısa iyon tənliyimiz bu qədər idi. 17-ci sualda həcmi 1 litr olan qabda baş verən A üstəgəl 2B alınır 2C reaksiyası üçün uyğunluğu müəyyən edin. Deməli, B-nin qatlığını 2 dəfə azaltdıqda, yəni 1/2 əmsalını gətirin qüvvətə qoyun. O da eləyir 1/4, 4 dəfə azalır. Deməli, bura aiddir D. A-nın qatlığını 2 dəfə artırın, yəni 2 üstü əmsal da 1-dir, 2 dəfə artır. 2 dəfə artır, yeni bura qoyuruq. B-ni 2 dəfə artırdıqda, yəni 2 üstü əmsalını gətirib qüvvətə qoyursunuz, 4 dəfə artar. Doğru variant B variantıdır. Situasiya tipli sualımıza baxırıq. Deyir ki, şagird kimyəvi stəkana 200 qram mis-2 sulfat məhlulu tökür. Deməli, yazaq onda reaksiyanı kuprum SO4. Məhlul deyirsə, hökmən bura su əlavə edirik. Elektroliz edirik. Katodda bayaqki kimi mis, anodda oksigen və məhlulda H2SO4 qalır. Oksigenden başqa bütün maddələrə əmsal olaraq 2 yazırsınız. Cəryan mənbəyinə birləşdirib bir neçə dəqiqədən sonra elektrodların birinin səthi metalla örtülür. Metalla örtülürsə artıq bu katoddakı elektrod metalla örtüldü. Örtülən elektrodun adı katod adlanır. Katod adlanır. Metalın alınmasına səbəb olan reaksiya tənliyini artıq yazdıq da əmsallaşdırdıq. Bura qeyd edirsiniz. Təcrübənin sonunda elektrod üzərində 3,2 qram metal, normalda bizdə 2 dənə kuprum ayrılmışdı. Baxıram 2 dənə sulfat kuprum SO4-dən, kuprum SO4-dən qısa tənlik yazıram. 2 dənə kuprum alınır. Yəni 2 vur 160 qrama, 2 vur 64-dürsə 2-lər ixtisar gedir. Bəs 3,2 qram metal almaq üçün 3,2 qrama isə X götürərik. Bu vergüllə bu sıfırı apararıq. 32 ilə 64 ixtisar gedər. 16-nı 2-yə böləndə 8 qram. Deməli, biz 200 qram məhlulda 8 qram maddə götürmüşük. Onda omega bərabərdir. Maddəni 8-i bölürsünüz 200-ə, vurursunuz 100-ə. Deməli, bizim məhlulumuz 4%li məhlul imiş. Növbəti videolarda digər bölmələrin izahını verərik.